Salam dostlar, hava olsun. Uzun bir müddətdən sonra sizinlə yenidən video çəkirik və bu videoda sizə məlumat vermək istəyirəm ki, yatırım tövsiyəsi qətiyyən verilmir. Sadəcə sizinlə paylaşdıqlarımız şəxsi fikrimdir və məlumatları sizə verirəm. Yəni risk isə hər zaman var. Deməli dostlar, dollarla avro haqqında birinci başlayırıq. Avro deməli gördüyünüz kimi üçlü toxunuş, yəni köhnə videolarımızı izləyənlər və yaxud köhnə videolarımızı artıq bilənlər bilir ki, biz 1.87-dən və yaxud 1.77-dən 2 dənə alış etmişik. Yəni hazırda isə avrodan xeyrirdəyik. Yəni çox qəşəng xeyrirdəyik və avroda gördüyünüz kimi üçlü toxunuş və göy xəttdə üçlü toxunuş dediyimiz kimi ortalama belə deyək də 2028-ci ildə kimi də ola bilər, tez də ola bilər, gec də ola bilər. Dəqiq vaxt demək olmur, amma avronun uzunmüddətli hədəfi, yəni yavaş-yavaş ay ay 2.53 manat kimi gedəcək. Yəni hazırda isə biz avro 1.77-dən və 1.87-dən alıb saxladığımız üçün bizim bir qorxumuz və yaxud riskimiz yoxdur. Niyə? Çünki avronun sadəcə pillə-pillə yüksəlməyini gözləyirik. Dollar da bu ilə eyni müddətdə, eyni vaxtda gedəcəyi üçün dollara bir deməyə ehtiyac yoxdur. Bundan sonra dostlar Bitcoin. Bitcoin uzun müddətli hədəfi hələ ki verə bilmirik, amma Bitcoin düşüş hədəfini verə bilərik. Bitcoin ortalama düşüş hədəfi, yəni bir aylıqda sat əmrini versə, ortalama 50.000 dollar olacaq. 50.000. Yəni Bitcoinin üçün ən qəşəng, yəni ortalama 50.000-dən alıb 80.000-dən satmaq üçün, belə deyək ki, 80.000 gələcək dəqiq bilmirəm, amma 50.000-dən alıb 75.000-dən ortalama satmaq olar. Niyə? Çünki bunun görürsüz ki, burada göy xətt var. Göy xətt bizim üçün 45.000 dollar göstərir. Yəni ortalama deyim də sizə də 50.000 dollar bunun ilk refleks alacağı nöqtə olacaq. 50.000 dollarla alıb və yaxud 50-55.000, yəni bu aralıqdan alıb ortalama 75.000, 80.000-yə kimi yüksəlişdə sata bilər. Yəni ortalama 30-35% xeyir olar. Bu yüksəlişdə isə daha çox altcoinlər qalxacaq. Altcoinlərdə isə hansı dəyərləndirmək olar? Deməli GMT-ni dəyərləndirmək olar. Niyə? Çünki hazırda dostlar bazarın ən aşağı qiymətinə çox yaxınlaşıb. Demək olar ki, elə bazarın ən aşağı qiymətindədir. Sadəcə Bitcoin düşdüyü üçün hələ ki yüksəliş bir ehtimalı yoxdur. Yəni Bitcoin düşüşdən sonra GMT-ni alıb saxlamaq olar. Təbii ki, qısa müddətli, uzun müddətli yox. Yəni Bitcoin 55.000-ə tutalım düşdü. Biz GMT-yə və yaxud Shiba-ya, həmçinin Shiba-ya yatırım etdik. Bitcoin gəldi 65-70 minə, əlimizdəki satırıq. Niyə? Çünki Bitcoin 30% qalxsa, bu altcoinlər avtomatik olaraq 50, 60, 70%, hətta bəlkə də 100% belə qalxma ehtimalı var. Yəni Shiba görürsüz ki, bazarın ən aşağı qiymətindədir və aylar öncə görürsüz ki, biz bənövşəyə bir qutu qoymuşduq. Bənövşəyə qutu, yəni belə deyək də, ortalama alış nöqtəmiz 0.04-dür. Yəni ortalama 0.04-dən alış edib qısa müddətli saxlamaq olar. Yəni bu düşüşdə bu. Və Leo Bankda isə biz həmçinin dostlar Lumen səhmini vaxtı ikən almışdıq. Çox qəşəng də qazanc əldə etdik. Hazırda isə belə deyim ki, Lumen səhmini yenidən yatırım etmək üçün ortalama 2.50 dollar gəlmə, 2.50 dollara və yaxud 2 dollara gəlməyini gözləyirik. Yəni burada belə deyək, sat əmrini verməlidir. Satış əmrini verməsi isə bizim üçün 2.50 və yaxud 2.60, yəni bu aralığa gəldikdə bunu da qiymətləndirmək olar. Yəni yenidən baxa bilərik ki, biz Lumenə yatırım edə bilərik yoxsa yox. Lumenin uzun müddət hədəfi ortalama 20 dollardır. Amma 20 dollara getmək üçün 1-2 dəfə düşməlidir. Yəni belə deyim ki, dostlar, baxın, Leo Bankda vaxtı ikən biz Lumenə yatırım etmişdik və Lumenə yatırım etdiyimiz görürsüz ki, yatırım etdiyim müddətimi unutmuşam, amma keçən il yatırım etmişəm. Ortalama 6-7 ay gözlədik və ortalama 7 qat qazanc əldə etdik. Sizinlə bir yerdə 7 qat, düzdür. Biz aldığımız yer daha çox qalxdı, amma biz biraz səbirsiz olub daha tez çatdıq. Amma 7 qat da çox əla qazancdır. Yəni gördüyünüz kimi biz satdıqdan sonra hələ əlimizdə qalan Lumenlər görürsüz ki, hələ 200% xeyrdədir. Yəni biz aldığımız yerdən hələ 2 qat xeyrdədir. Yəni o dərəcə qəşəng bir yerdən alış etmişdik. Qəşəng bir yerdən alış etdiyimiz üçün də dostlar gördüyünüz kimi Lumenin isə hazırda alış nöqtəsi 2.50 və yaxud ortalama 2 dollardır. 2.50 vaxt 2 dollara gələndə Lumeni yenidən dəyərləndirmək olar. Bundan başqa isə sizə bir dənə də APE haqqında deyim. APE də sevilən kriptodur, amma APE çünki hazırda yüksəlməlidir, amma yüksəliş potensialı yoxdur. Niyə? Çünki həcm yoxdur. Yəni alış etmirlər, müştərilər də alış etmədiyi üçün bazar qiymətinə görürsüz düşdükcə düşür. Yəni düşdükcə düşür. Yəni bir xüsusi bir yerə varmır. APE yaxşıdır. Yəni hazırda isə bazarın ən aşağı qiyməti nədir? Görürsüz neçə dollardan 25 dollardan 0.09 sent 9 sentə düşüb. Yəni 9 sentə düşüb.
düşən bir şeyi əslində ala bilərdik, amma sadəcə Bitcoin də bundan sonra düşəcək deyə altcoinlərə güvən yoxdur. Hələ ki alış etmirik. Yəni belə deyim ki, bu düşüşdə bizim əsas qiymətləndirmemiz bir şey, bir GMT olacaq, bir dənə də SHIB olacaq. Bunları alıb qısa müddəti saxlaya bilərik. Bax dostlar, bu günlük sizinlə bu qədər.